Bir dəqiqə. Uşaqlar 2-3 dəqiqəyə başlayırıq inşallah. Salam. Deməli, birinci qruplarda spirt fenolla bağlı suallarla davam edirik. Mümkünsə yayını bəyənin, paylaşın ki, sinif yoldaşlarınız varsa, onlarla da paylaşın ki, xeyrimiz dəysin, imtahana az qalıb uşaqlar. Necə gedir ümumiyyətcə hazırlıqlar? Yaxşı mı? Deməli, birinci sualda bizə nə deyir burada? Birinci sualda deyir ki, birinci sualda deyir ki, karbon turşusu verib bizə, bir də spirt verib uşaqlar. Karbon turşu, spirt. Və karbon atomlarının sayı AA verib. AA nə deməkdir? Bir-birinə bərabərdir deməkdir. Biz bilirik ki, mürəkkəb efirdə, bax, bu hissə turşuya aid olan hissədir. Bu hissə spirtə aid olan hissə. 1 ilə 2, 3 dənə burada var, 3 dənə də burada var. Deməli, bir-birinə bərabərdir, bunu götürəcəm. Spirtə aid, turşuya aid olan hissə, spirtə aid olan. Hərəsində bir karbon var, götürəcəm. Burada turşuya aid olan hissə var, burada bir də spirtə aid olan hissə var. Burada turşuya aid olan 2 karbon var, burada 1 dənə karbon var. Deməli, burada eyni olan 1 ilə 2 olacaq B variantı. Gəldik ikinci suala. İkinci sualda nə deyir bizə uşaqlar? İkinci sualda deyir ki, 2 metil propenin hidratlaşmasından hansı maddə alınır deyir. Gəlin baxaq. 2 metil propenin hidratlaşmasından hansı maddə alınır? Propen necə yazılır? CH3, C2 qat rabitə, CH2, bir dənə bura metilimiz var. Hidratlaşma nəyə deyirik? Su ilə reaksiya. Su HOH-dir. Hidrogeni çox olana, yəni deməli, buradan hansı maddə alınacaq bizdə? Burada alınacaq CH3, C, baxın burada Burada CH3'dür. Burada tək qat rabitə. Burada hidrogen bura gələcək CH3. Burada OH olacaq. Bunu da biz uzun zəncirlə
götürsək 1, 2, 3. 2 metil propanol 2. 2 metil propanol 2 cevabımız olacaq. Hara ne olacaq? B variantı. Belə. Keçirik növbəti sual. Səsimiz pis gəlir. Necədir indi səsimiz? Bir dəqiqə. İndi necədir səsim? Yaxşı gəlirmi? Səsim gəlirmi indi? Davam eləyək. Üçüncüdə nə deyir bizə? En sayda karbon atomu olan doğmuş 2 atomlu alifatik spirt molekulunda atomların sayını tap deyir. Yenə spirtlərdə ümumi formul doymuş 2 atomlu CN, H2N, OH2 diye böyle bir formul bilirik biz. Spirt atomların sayı en sayıda da karbon 3N burada var. Üste gel OH 2'ye vuranda da 4. Cevabımız Y variantı olacak. Deməli keçdik növbəti sual. Hansı maddən qarşı tərsinə metil formiyyat? Bax burada metil var. Metilə görə deyəcəyik metil spirti. Formiyyat da qarışqa turşusu. Yəni buradan da metil formiyyatın formulu belə olacaq. Deməli qarışqa turşusundan metil spirtin reaksiyasından cavabımız A variantı. Təşəkkürlər. Gəldik 5-ci suala. 1 mol doğmuş sadə efirin tam yanmasından 6 mol su alınmıştır. Efir molekulundaki karbon atomlarının sayını soruşur bizdən. Yəni 6 mol su alınırsa, belə deyək də, efirin ümumi formulu CnH2nO'dur. Və buradan yananda yanmasından H2O'dursa, bir dəqiqə üzr istəyirəm efirlərdə bunu səhv yazdım mən. CnH2n üstəgəl 2O'dur. Burada n üstəgəl 1'dir formul. Bizə də 6 mol sudur. Yəni n üstəgəl 1 bərabərdir 6'ya. N də bərabərdir 5. Karbon atomu nə olacaq? 5 ədəd olacaq uşaqlar. Gəldik 5-ci suala, 6-cı suala. 6'da ikili spirtin formulu. Baxın bura. Buradakı turşu və spirtdən reaksiyasından, turşu ilə spirt reaksiyasından hansından OH qopur? Turşudan qopur OH. Və burada var, turşudan OH qopur, spirtdən H. 6'da ikili spirt. Bax, bu OH-ın birləşdiyi karbon 1, 2, üçlü karbondur. Ona görə bu üçlü spirtdir. Bu birli karbon, birli spirtdir. Burada OH birli karbona birli spirt uşaqlar. Bu da olmayacaq. Bax, ikili spirt budur. 1, 2. Cavabımız D variantı. OH-ın birləşdiyi karbon 2 karbona birləşib. Ona görə biz ona deyirik ikili spirt. Gəldik 7-ci sual. Etil spirtin qapalı otaqda yandıqda havada hansı maddənin miqdarı azalar? Oksigenin. Niyə? Çünki oksigen reaksiyaya girdiyinə görə oksigenin miqdarı nə edir? Azalmış olur uşaqlar. Davam edirik. 8-ci sual. Niye azalır? Çünkü orada suyun miqdarı, orada oksigen azalmış olacaq. Gəldik 8-ci sual.
8-də bizə nə deyir? Hansı alkenin 9 qramı su ilə reaksiyasından 44 qram spirt alınır? Alkenin formulu CnH2n-dir. Düzmü? CnH2n su ilə reaksiyası H2O buradan alınır. C2H5OH. 9 qramına deyir ki 44 qram spirt alınır. Normalda 18'dir. Bu da olacaq 14'in spirt demir. CN H2N üstəgəl 1OH təsirində. Üstəgəl 18. Buradan da N bərabərdir 5 olacaq. Burada N5 ise alkində də 5'dir. Olacaq Y variantı. Cevabımız Y. Deməli, davam edirik. Növbəti sual nə deyir bizə? Növbəti sualda deyir ki, doğru ifadələri müəyyən eləyin deyir. Gəlin baxaq. Uşaqlar, belə sual varsa, yəni başa düşülməsə, təkrar deyə bilərsiniz. Suala təkrar baxa bilərik uşaqlar. Burada nə deyir bizə? Bizə deyir ki, metil, etil, efiri. Deməli, biz metil, etil, efiri necə yazırıq? Metil radikalı, etil radikalı. Bu B olmayacaq. Metil, etil ola bilər. 2-dən metil, etil ola bilər. Bu da ola bilməz. Bir də bu qeyri-simmetrik sadə efirdir. Bu nə demək uşaqlar? Qeyri-simmetrik, yəni müxtəlif radikallardır. Cavabımız olacaq A variantı. Mürəkkəb efir deyil. Simmetrik sadə efir də deyil uşaqlar. 10-cu sual. Dönmüş bir atomlu spirtin molekulunda atomların ümumi sayı 15'dir deyir. Bir atomlu spirt doymuş bir atomlu. Deməli, doymuş bir atomlu spirt CN H2N üstəgəl 1 OH uşaqlar. Və buradakı ümumi atom sayı nəyə bərabər olacaq? 3N üstəgəl 3 bərabərdir 15. 3N bərabərdir. Nə olacaq burada? 10. 2N də bərabərdir 4. Deməli, spirtdə də 14N üstəgəl 18 ümumi formulumuz var. N'in yerinə 4 qoyanda 56'nın üstünə 18 gəlsən, o derece 74. Cevabımız onda D variantı. 11. sual. 11. sualda nə deyir bizə? Hansı birləşmələr yalnız karbon, hidrogen və oksigen atomlarında, aminlərdə azot da var. Hidrokarbonatlarda bu duzlardır. Məsələn, natrium hidrokarbonat, kalium, kalsiyum. Yəni orada metal da var. Karbonatlar. Bu da yenə elə. Natrium, kalium karbonat. Alkanlarda oksigen yoxdur. Spirtlər olacaq. Cavabımız Y variantı uşaqlar. Gəldik 12-ci suala. 12-ci sualda bizə nə deyir? Birləşmələr üçün fərqlidir deyir uşaqlar. Baxın, burada molekulunda qeyri-polyar kovalent rabitələrin sayı. Yəni burada izomer maddələrdə belə deyək, ümumi rabitələrin sayı eyni olur. Amma belə baxaq uşaqlar. Burada qeyri-polyar karbon-karbon. Burada bax, karbon-karbon arasında bir dənə qeyri-polyar var. Burada 2 dənə var. Fərqlidir. Molekulda polyar kovalent rabitələrinin sayına baxaq. Polyar kovalent də fərqli olacaq. Niyə fərqli olacaq? Çünki burada polyar kovalent 3, 4, 5,
5'te 10 dənədir. Burada hidrogenlər 3, 5, bu da 2, 7, 8, 9 dənə. Bu da fərqli olacaq. Molekulda rabitələrin ümumi sayı eyni olacaq. Çünki burada pi rabitə yoxdur. Sigmada ümumi atom sayından 1 çıxanda tapılır. Bunlar da izomerdir. Ümumi atom sayı eynidir deyə o formada tapırıq. Yəni rabitə sayı fərqli deyil. Molyar kütlə də eynidir. Qaynama temperaturu fərqlidir. Çünki fərqli maddələrdir. 1, 2, 5 olacaq bizim cavabımız uşaqlar. Davam edirik 13'dən. Tipdə dezinfeksiyacı kimi yodun hansı alerji məhluluna istifadə olunur? Etil spirtindən. Yenə xatırlatmayı uşaqlar. Qəbulunda düşmüş sual ehtiyac varsa paylaşın və görsünlər uşaqlar. Keçdik 14-cü suala. Bir atomlu spirti göstərin deyib. A variantı fenoldur, spirt deyil ümumiyyətcə. B variantında 3 dənə OH var. Deməli bu 3 atomlu spirtdir. Bizdən 1 atomlunu istəyir. Burada 2 dənə OH var. Olmayacaq. 2 atomludur. Cavabımız D variantı olacaq. Bu da 2 atomludur. Olmayacaq. Gəldik 15-ci suala uşaqlar. 15'te bizə nə deyir? Gəlmir səs. Ümumiyyətcə gəlmir, yoxsa necə? Gəlmirmi yenə də? Nə oldu bu səsə? Hal-hazırda gəlirmi səs? Gəlmir, yoxsa az gəlir? Bir dəqiqə mən də yoxluyum. Heç gəlmir. Heç gəlmir. Heç gəlmir. Mən yoxladım, gəlir axı. Gəlirmi indi səsim? Gəlir uşaqlar səsim? Gəlir uşaqlar səsim? Hə, belə. Davam edirik uşaqlar. Gəldik propanol 2-3-ün hansı ifadələr doğrudur deyir. İndikatora təsir etmir. Bəli, düzdür. Spirtlər indikatora təsir eləməyən maddələrdir uşaqlar. Yəni spirtlər indikatora təsir etmir. Molekulunda 7 hidrogen atomu var. Propanol 2 olacaq. C3H7OH'dır da, yəni molekulyar formulu. Burada da 7 hidrogen atomumuz yoxdur. 8 hidrogen atomumuz var. Bu səhvdir. Propilenin su ilə reaksiyasından. Gəlin baxaq. Propilen CH3'dür. Suyu da biz HOH kimi yazsaq. Və buradan nə alınacaq uşaqlar? Hidrogeni çox olana, yəni CH3, OH da bura birləşdiyinə görə bu da propanol 2'dir. Bəli, propilenin su ilə reaksiyasından almaq olur. Cavabımız olacaq 1, 3, yəni C variantı. Gəldik 16-cı suala. 16-cı sualda uşaqlar bizə nə verib buradan? Reaksiya üçün hansı ifadələr doğrudur deyir. Bromla fenol bromlu suyu rəngsizləşdirir. Bunu unutmuruq. Və bromlu suyun rəngsizləşməsi adi şəraitdə gedir. Bunu da unutmuruq. Çünki adi şəraitdə bromlu suyun rəngsizləşməsi adi şəraitdədir. Sonra polimerləşmə reaksiyası deyil. Yəni çünki burada polimer alınmır. Cavab olacaq 1, 2, Y variantı. Gəldik 17-ci suala. Biraz zəif düşüb burada.
Amma baxaq. 2 mol karbon monoksidin hidrogenlə reaksiyasından 20% çıxımla neçə qram metanol almaq olar? Karbon monoksidi bilirik CO-dur və hidrogenlə reaksiyasından alınır CH3OH. Metanol, metil spirt alınır. Burada da gəlin baxaq. 2 moluna nə qədər? X-dir. Normalda 1 moluna 32-dir uşaqlar. Buradan da 2 dəfə çox X bərabərdir 64 eləyəcək. Amma bizə deyir ki 20% çıxımla. Deməli mən nə edəcəm? Burada 64-ün 20%-ni tapacağam. Bu da yəqin ki eləyəcək 12,8. Cavabımız 12,8 olacaq. Gəldik 18-ci suala. 18-ci sualda C5H11-dir. Əsas zəncirdə 4 karbonu var və birli karbon atomlarının sayı X-dir. Bunu soruşur. Və ikili spirtdən gedir söhbət burada. Mən bunu burada yazacağım. Və 5 karbonu varsa bura boş yaza bilməyəcəm. Niyə yaza bilməyəcəm? Çünki burada burayı metil yaza bilməyəcəm. Niyə yaza bilməyəcəm? Çünki burada nə var? Yazsam bu olacaq üçlü spirt olacaq uşaqlar. Bəli. Burada OH olacaq. Mən bu 5-in 4 karbon zəncirdir. Mən bu 5-ci karbonu buraya yazacağım. Çünki buraya yazsam, yəni 4 dənə karbon əsas zəncir buraya yazsam bu üçlü spirt olacaq. Bu formada yazacağım. CH3 burada H, burada da H olacaq. Birli karbon atomlarının sayını soruşur. Birli bir dənə karbondan birləşənə deyirlər. Yəni birli budur, 1-dir, 2-dir və bu 3-dür. Yəni 3 dənə birli karbon atomumuz var bizim. Davam edirik. 20-ci sual. Nə deyir bizə 20-ci sualda? Yaxşı. Yəni söz gəlişi dedim uşaq məsələsini. Üzrlə hesab edin. $20-ci sualda bizə nə deyir? Nisbi molekul kütlələri bərabər olan doymuş bir atomlu spirtlə doymuş bir əsaslı karbon turşusunun reaksiyasından alınan mürəkkəb F-nin nisbi molekul kütləsi 74-dür. Deyir, turşunun formunu tapın deyir uşaqlar. Yəni uşaqlar dedim. Getdik. Spirt üstə gəl, turşu, mürəkkəb, efir və su əmələ gətirir. Bunu biraz sərgəli yazaq. Bir dəqiqə. Deməli, mürəkkəb, efir və su əmələ gətirir. Burada da efir 74-dür. Bunların kütlələri bir-birinə bərabərdir. Suyun da əməyi 18-dir. Oxdan bu tərəfki kütlə bu tərəfki kütləyə bərabərdir. Buradan da 2x bərabərdir. 74 ilə 18 toplayan edir. 96, x də bərabər 92 daha doğrusu. X də bərabər 46. Deməli, burada da deyəcək 14-ün üstə gəl 32-dir. Turşuda bizdən nəyi soruşur? Turşunu soruşur, bərabərdir. 46. Buradan n də bərabərdir 1. Bir dənə karbonu olan turşumuz olacaq bizim. Bu turşu da nədir? Formiat turşusudur. Yəni qarışqa turşusudur. Gəldik 21-ci suala. Fenol formaldehid qətranı hansı maddələrin birgə polimerləşməsi? Burada nə var? Fenol və formaldehid. Deməli, bu maddə fenolla formaldehidin polikondensləşməsindən alınır. Gəlin baxaq. Karbol turşusu fenolun başqa bir adı. Çünki fenol zəif turşu xassəsi göstərir.
Bir də qarışqa aldehidi. Çünki aldehidi ilə tərəfdar turşusu yoxdur orada. Cavabı 1,4A variantı. Gəldim 22-ci suala uşaqlar. 0,5 mol etil spirtinin dehidratlaşmasına neçə litr etilen alınır? Bu birim 1'ə gedəcək uşaqlar. Etil spirti SH5OH-dır və 140-dan böyük temperaturda sulfat turşusu, qat sulfat katalizator iştirakı ilə buradan alınır SH4 ilə su. Burada 0,5 deməli neçə litr? Bu da 0,5 olacaq. 0,5 molumuz da biz bilirik ki, eləyəcək 11,2 litr. Gəldi 23-cü suala uşaqlar. %23-cü sualda burada nə verib bizə? Etil spirti verib. Etil spirtin kaliumla reaksiyasından orada hidrogen çıxır, kalium gəlir. Etil spirtinin mis-2 oksidlə oksidləşməsindən buradan alınır asetaldehid, CHO. Birli spirtlərin oksidləşməsindən. Burada spirtlə turşu alınacaq mürəkkəb efir COO, SH5. Burada da 2 dənə spirtdən olur sadə efir CH3O, SH5. Hidrogen alınır 2-dən. Aldehid alınır 1-dən. 1-dən nə alınır? Aldehid alınır. Sonra sadə efir alınır 3-dən. 3'ə 3 olacaq. 4'dən də mürəkkəb efirdir. Cavabımız B variantı. Gəldi 24-cü suala. Bu maddə doymuş 2 atomlu spirtdir. Gliserin deyil, etilen glikoldur və 2 atomlu spirtdir. Cavab 2-3Y variantı. 25-ci sual. Qıcqırma reaksiyasından süt turşusu etanol alınıbsa bu glikozadır. C6H12O6'dır. Buradan da bizdən nə soruşur? X maddəsi molekulunda hidrogen atomlarının sayını soruşur. Burada ümumi 24 atom var. 6, 12, 6 bu 100% deməkdir. 12 də X'dir. Bu da eləyəcək 50%. %26-cı sual. 26-cı sualda birləşməsi gliserindir. Etilen glikol deyil və 3 atomlu spirtdir. 1-3 cavab A variantı. Gəldi 27-ci sual. Tam yanma reaksiyasında etil spirti oksigenlə hansı mol nisbətində reaksiyaya girir? C2H5OH yazacağım. Üstə gəl O2. Buradan alınır karbon qazı, su alır. 6 hidrogen var. Bura belə olanda bura 2 yazacağım. Bura 4 yazacağım. Bura yəqin ki 6 yazacağım. 12 hidrogen. 8, 6, 14, bura düşür 7. Yəni 2-7 nisbəti cavabımız B variantı. Allah hamımızdan razı olsun. Təşəkkürlər. Nəyəsə bir şeyə faydamız dəyirsə nə gözəl. Çox sağ olun. Gəldim 28-ci sual. Doymuş aldehidin molyar kütləsi M verib, aldehidin hidrogenləşməsindən alınan doymuş bir atom. Hidrogenləşmə H2 ilə olacaq. Çünki 1 mol hidrogen birləşir. Aldehidlərdə bir dənə pisi var. Deməli, burada 2 dənə hidrogen 2 qram artma deməkdir. Yəni, burada da M üstə gəl 2 olacaq. 29. Hansı maddə həm qarışqa turşusu, həm də gliserinlə reaksiyaya daxil olur? Qarışqa turşusu CH3CO, bir də var gliserin. Gliserində çox atomlu spirtdir. Süt turşusu C3H6O3'dür. Və burada ortaq gliserindən kuprum H2'dir. Çünki qarışqa turşusu təyin olunur aldehid qrupuna görə. Gliserin də çox atomlu spirtdir. CH2OH, CHOH, CH2OH. Yəni çox atomlu spirtlər kuprum H2 ilə təyin olunur.
Sadə formulu bəli, elədir. Amma yəni normalda 3 karbonu var. 30-cu sual. Dövmüş bir atomlu spirtlərin homoloji sırasının 4-cü nümayəndəsi nisbi molekul kütləsini hesablayın deyir. Spirtlərdə birinci nümayəndədə elə bir karbon var və 14-in üstə gəl 18 deyə belə MR formulumuz var. 4-cü nümayəndədə burada 14 vur 4 56 üstə gəl 18. Bu da yəqin ki 74 eləyəcək, cavabımız A variantı. Gəldik 31-ci suala. Nə deyir 31-ci sualda? X dövmüş bir atomlu spirtlərin 4-cü nümayəndəsidir. Dövmüş bir atom Y spirtinin molyar kütləsi X olun. X molyar 28 qram çoxdur. X və Y molekulunda hidrogen atomlarını tapın. 4-cü nümayəndə. Gəlin buradan yazım. X'imiz nə olacaq? C4H9OH. 28 qram 2 dənə CH2 fərqdir. Homoloji fərq. Yəni Y-ımız da karbon 2 vahid çox C6H13OH olacaq. Bizdən də hidrogen atomlarının sayını soruşur. 10 burada var, 14 burada. Bu da olacaq 24. Sırf hidrogen sayını soruşursa əgər. Gəldik 32-ci sual. 32-ci sualda metanın 1500 dərəcədə parçalanmasından asetilen alınır. Asetilenin 1 mol hidrogenləşməsindən etilen alınır. Etilenin su ilə reaksiyasından da etanol alınır. Spirt. Gümüş güzgü reaksiyası yoxdur, amma mis 2 oksidlə oksidləşməsindən sirkə aldehidi alınır. Bu doymuş bir atomlu birli spirtlər deməkdir. Molekulunda sp2 yoxdur, çünki doymuşdur bu, bunu götürməyəcəm. Karbon atomları burada sp3'də, hətta OH-dakı oksigenli. İkili spirt deyil, birli spirtdir. Çünki OH birləşdiyi karbon birlidir. Molekul arasında hidrogen rabitəsi var. Bunu da bilirik, spirtlərdə var. Karbon turşular mürəkkəb efir əmələ gətirirsə, spirtlərə aiddir. 2, 5, 6. Süd turşusu budur. CH3, CH, OH, COOH. Yəni C3H6O3. Glikozanın qıcqırmasından alır. Gəldim 33. Baxın, bu metanoldur. Etanola gedəndə bir dənəcik aşkar, homoloji fərq. Buna da bir dənəcik aşkar artırırsan. Propanol. Yəni plus 14, üstə gəl 14. 46, 60. Cavab C variantı. Bunun üstünə 32-nin üstünə 14 gəlsən 46, 46-sının 14, 60. Krezollar. Krezollar hansı maddələrdir? Krezollar 2 dənə OH-ı, məsələn bu O krezoldur. Bu məsələn M krezoldur desəm yalan olar. Bu deyil, bu ksiloldur. 2 dənə OH var krezolda. Bu da ksiloldur, bu da ksilol. Krezol yalnız 1 olacaq. 2 dənə OH olur. Bir dəqiqə, mən qarışdırdım, səhv dedim. Çox üzr istəyirəm. Qarışdırdım mən. Krezollar bunlardır. Bir metil, bir də OH olan. Bu O krezoldur, bu M krezoldur, bu P krezoldur. 1, 2, 4. Böyle. 1 olmadı. Estağfurullah. 2, 3, 4. Cavabımız C variantı. Çox çətin sualdır. Metil spiritinin formulunu tapırıq biz. CH3OH. Hansı maddənin hidrogenlə reduksiyasının etdiyi spirit alınır? Aldehidlərə xas bir şeydir. Aldehid qrupuna o da D variantı. Yəni burada spirtlərə, fenollara aid birinci qrupda qəbula düşmüş suallardır. Bir keçən ilin qəbulları yoxdur burada. Qalan bütün qəbullar burada var. Yəni yəqin ki, inşallah yəni nəzərdən qaçmayıb nəsə ona görə.
Nəsə başqa sualınız varsa uşaqlar verə bilərsiniz. Ümumiyyətcə, yəni bu spirtlərlə bağlı nəyi başa düşmürsünüz, rəylərdə yaza bilərsiniz. Sualınız varmı? Hörmətli izləyicilər. Sualınız varsa verin. Spirtlərlə bağlı nəyi bilmək istəyirsiniz? Nə problemdir siz üçün? Rəylərdə yaza bilərsiniz. Bu PDF-i at. Yox, bu PDF-i göndərə bilməyəcəm. Üzrlə hesab eləyin. Çox adamlar istəyib bu PDF-ləri başdan çoxuna demişəm ki, göndərə bilməyəcəm. Ona görə üzrlə hesab eləyin. Bunları tək-tək qəbullardan yığmışam mən. Yəni çox adam istəyib, açığı yenə təkrar eləyirəm, verməm, göndərməmişəm. Ona görə də mən üzrlə buradan baxın belə. Sualınız varmı spirtlərlə bağlı? Hansı hissəsini spirtlərin sizin üçün izah edeyim burada? Ehtiyac varsa, yoxsa yekunlaşdıraq. İstəyirsiniz bir keçənin qəbuluna baxaq. Görək spirtlərlə bağlı nə düşüb? Siz sağ olun, üzrlə hesab edin. Keçən ki qəbula baxaq istəyirsiniz. Oradan nə düşüb bizə? 2024. Çalışacağım inşallah. Bu keçən qəbuludur uşaqlar. Burada baxın spirtlə bağlı nə düşüb? Spirt və ya fenolla bağlı bizə nə düşüb? Azot var burada. Dəmirlə bağlı sual var. Neytrallaşma var. Spirtlə bağlı varmı nəsə bir şey? Hələ ki yoxdur. Karbon turşusu var burada. Çalışacağım inşallah. Bəli. Baxın, açıq sual. Keçənki qəbul. Yazaram. Hara getdi? Buradadır. Azot hidrogen reaksiyasında azot və hidrogenin başlanğıc qatlıqları 6-14'dür deyir. Taracıq anında azotun qatlığı 3 dəfə azalıbsa deyir. Maraqlı sualdır, baxaq. N2 üstə gəl 3H2 2NH3. Bunun başlanğıcını buradan yazacağım. 6 verib, buna 14 verib. Sonra deyir ki tarazlıq
Anında azotun qatlığı 3 dəfə azalıb. 6 3 dəfə azaldanda nə olur? 2 olur. Deməli bunun qalanı 2-dir. 2 isə nə qədər sərf olunub? Deyir ki, 6 və 14 mol mövsülü tarazı qanında azotun qatlığı 3 dəfə azalıb. 2-dir, deməli bunun 4-ü sərf olunub. 1-ə 3-dürsə 4-ü olacaq 12. 3 dəfə çox. Və bunun tarazı 14-dən 12 çıxanda nə olacaq? 2 qalacaq. 14 idi, olub 2. Neçə dəfə azalıb? 7 dəfə. Sonra dediyim kimi qəbulda spirtlərlə düşmüş, keçən il düşmüş sualdır. Orada keçən il bir dənə yox idi. Mən əvvəl izah elədiyimdə. Burada nə verib bizə? Spirtlər tam efirləşməsinə səbəb olan nitrat turşusunun sayı. Burada gliserin necə olacaq uşaqlar? Gəlin gliserini yazaq. Gliserin CH2, OH, CH, OH, CH2, OH. Neçə dənə OH-ımız var? 3 dənə OH-ımız var. Deməli buna 3 dənə nitrat turşusu lazımdır. 3 mol HONO2 efirləşməsi üçün. Və buradan da dinamit alınır, partlayıcı maddə. Deməli, bura 3-ə getdi, C. Etanol, ikincisimiz etanoldur. CH3, CH2, OH. Bir dənə OH olduğuna görə HONO2 1 mol nitrat turşusu lazımdır. Bura getdi A. Sonra etanolda etilen glikolda 2 dənə OH var deyə ora 2 dənə belə deyək də nitrat turşusuna 2 mol, 1 moluna 2 mol nitrat turşusu lazımdır. Burada cavab B olacaq. Bəli, elədir. Keçən ilin qəbullardan spirtlərə düşmüş suallar bunlardır. 90-a baxa bilərik, məsələn. 90-da bundan əvvəlki bölməyə aiddir. Mən izah eləmişdim o bölməni. Ümumiyyətcə, aşağı-yuxarı bütün qəbullar oxşardır və ya sualların əksəriyyəti Dimin test bankından birə-bir eyni sual və yaxud da oxşarı düşür. Yəni, bu ilə qədər elə olub. Məsələn, burada benzolun karbhidrogen verib, benzol sen H2-in çıx 6-dır. Karbon sayı burada N-dir bizdə, hidrogen sayı 2-in çıx 6-dır. 3 vahid çoxdur deyir. Bunun üstünə bir 3 gəlib bərabərləşdirsən, buradan N edir 9. 9 isə C9H12 olacaq. Yəni, burada da A-mız 9-dur. A bərabər sutasiya sualıdır bu. Hibrid orbital sayıları necə tapırıq? sp3 hibridi daha doğrusu 9-un 6 ədədi sp2-dir, benzol əlqəsi. 3 ədədi sp3-dür. Bu da 3-ü vururam 4-ə 12 edəcək. Sağ olun, sağ olun. Belə. Başqa burada 9-cu sual var. Məsələn, ümumiyyətcə bu xromdur, misdir, dəmirdir. Bunların qatı sulfat, qatı duru, nitrat. Bunlarla bağlı suallar son illərdə yazılı tiplilərdə gəlir. Onlara biraz diqqət eləmək lazımdır. Onlara baxmaq lazımdır. Burada da azotla hidrogen reaksiyasını verib. Burada belə. Burada istəyirsə hər hansı bir suala bax. Başqa mövzu ilə bağlı, spirt fenolla bağlı sual olan varmı? Və yaxud da buradan izah olunması bir sualınız varmı? İstəyir başdan vərəqləyim, hansı sizə maraqlıdırsa onu izah edeyim. Rəydə yazın istəyən varsa. Yoxsa da
78'e baxaq deyirik. Doymuş bir əsaslı karbon turşusunun natrium duzunun 9,6 qramında 2,3 qram natrium var. Bu turşu molekulunda neçə karbon atomu var? Yəni doymuş bir əsaslı karbon turşularında ümumi formul CnH2 O2'dir bilirik biz. Natrium duzunda hidrogenin birini bir çıxıram, natriumdan əvəz edirəm. Belə qısaca belə yaza bilərsiniz. İndi bunun ümumi kütləsinə gəlin, baxaq. Burada nə olacaq? Məsələn, 14N üstə gəl. 12N karbondur, 2N çıxılsın bir də. Oradan 33'dür. Oksigen 32, yox 31 olacaq. Çox üzr istəyirəm. 32 oksigen bir çıxanda bir də 23. Toplayanda da burada 4 gəlir. Bu da 54. 54. 14'dən üstə gəl 54'də nə qədər natriumumuz var bizim? 23. 1 ədəd. Bizdə nə deyir? 9,6'ya da 2,3 verib testdə. Buradan 14'dən üstə gəl 54 bərabərdir. Bunlar ixtisar getdi. Bu sıfıra attım 96'ya. 14n bərabəri 42 olur səhv eləmirəmsə. N də bərabərdir 3. Neçə karbon atom var? 3. Duzlarda 88, 80. Burada yazılıb duzlarda reaksiyaya əsasən formul düzəltmək barədə məlumat verərsiniz. Oxuya bilmirəm özüm. Bu duzlarda, yəni hansı duzlardan gedir söhbət? Formulunun düzəlməsi. Yəqin ki, tuş duzları, yəni normal duzları nəzərdə tutursunuz yəqin ki. Bir-iki dənə nümunə verib, yəqin ki, siz də onu nəzərdə tutmusunuz. Əgər o deyilsə, deyə bilərsiniz. Orada valent məsələsi var. Məsələn, tutaq ki, bizə verirlər sink PO4. Normalda bir turşular H3PO4'dən gəlir də, belə deyək, ortofosfat turşusu. 80'də baxarıq. Burada görürsən 3 hidrogeni yoxdur. Deməli, bu -3 tokslaşmalar. Sinkdə sabit müsbət 2. Bura 2, bura 3 düşəcək. Bir də adətən, məsələn, baxın, bizə verir kalsiyum H2PO4. Yəni, bu formul doğrumu? Yəni, burada nə demək istəyir? Bax, H3PO4'ün qalığıdır. Neçə hidrogeni yoxdur? 3'dür, x1'i yoxdur. Bu olur -1. Kalsiyumda bilirəm ki, müsbət 2 olacaq. Deməli, bura mötərizədə 2 bura düşür, olur bu formada. İnşallah düz başa düşdüm sizin sualınızı mən. Məsələn, belə bir şey ola bilər. Tutaq ki, bizə verib kuprum OH əsası duzdur da, SO4. Yəni, normalda biz buna bu formada, qalıq formasında baxırıq. SO4 -2'dir. Bu da kuprum OH da belə deyək də, kuprum OH 2'nin qalığıdır. Bir dənə hidrogeni itirdiyinə görə bir ümumi bura müsbət 1 deyəcəyik. Bu da -2, bura mötərizə açırıq, 2 yazırıq. İnşallah bunları demək istəyirdiniz siz. Və yaxud da tutaq ki, mən buraya yazıram natrium HPO4. Bu formulu necə düzəldəcəm? Bu yenə H3PO4'ün qalığıdır. 3 hidrogeni var idi. X'i yoxdur. Deməli, -2'dir. Natriumda sabit müsbət 1'dir. Deməli, bura 2 yazır. Belə. Bir də 88 deyiz. Baxaq, eləmi? Baxaq. 88'i burada yazacağım. Bir dəqiqə zaryadkaya qoyum. Kompüterin zaryadkası.
88-in izahına baxırıq. 88-də bizə nə deyir? Reaksiya verib azotla hidrogenin reaksiyası. Baxaq. Azot və hidrogen. Nə alınır? Amonyak 2NH3. Hər ikisini göz başlanğıcda 40 verib. Yazdım yuxarıdan 40. Və baxın, biri gəlib azotumuz neçəyə düşüb? Kütlə demək istəyir. Bu kütlədir qramla. 40-dan 26-ya gəlib azot. 40-dan 26 çıxaq 14 qram sərf olunub. Yəni bu 14 qramı sərf olunubsa, avtomatik 28 olmalı 2-dən azot. Yarısı, bu da 6-dırsa, yarısı 3 qram sərf olunacaq. Yəni bizə burada nə soruşur? Sərf olunan azotun mol miqdarını. Baxın, burada nə qədər azot sərf olundu? Nö. N2 sərf olunan 0,5 mol. Çünki bunu yazanda 40 çıxılsın 26, 14 eləyir. 14 x moldur, 28-də 1 moldur, x-də 0,5 mol. N'in qiymətini hesablayın. Gəlin baxaq, N hidrogendir də. 40-dan 3 qram sərf olunub. 40 çıxılsın 3, yəni 37. Yəni 40 çıxılsın 3 sərf olunub bərabərdir N-ə, N də bərabərdir 37-yə. Belə olacaq. 88. Başqa varmı? İzah olunacaq bir şey. Orada qarışdırmaq məsələsi, bir iki dənə qoy, bir dənə fərqli bir səhifə açın, baxaq. İnşallah. Turşu əsas reaksiyasının yazılmasını istəyir. Məsələ nədir burada? Tutaq ki, bizə verib, ən çox biraz qarışıq olan, məsələn, kalsium hidroksid verib və H3PO4 verir. Məsələn, 1-in 1-ə verib. Hərəsindən 1 mol. 1 mol, 1 mol. Burada nə edəcəksən? Bax, neçə dənə OH var? 2 ədəd. Neçə dənə hidrogen var? 3. Söhbət molundan gedir. Deməli, görə o 1% artıq olan tərkibdə qalır. Əssalam, üstə gəl, H2O. 2 mollu su. Tutarıq. Belə. İndi ola bilər ki, kalsium OH2 üstə gəl, 2 mol H3PO4 verib bizə. Ekran getdi. Bir dəqiqə. Yəni, burada nə edəcəyik biz? Neçə dənə OH var? 2 ədəd. Neçə dənə hidrogen var? 6. Nə qədər çoxdur? 4 ədəd fərqimiz var. Yəni, buradan kalsium bir dənədir. PO4-dən 2 dənədir. Belə H2PO4 2 olanda 2 molda su çıxır. Yəni, burada normal formulu düzəldəndə belə, bu formada olacaq. Belə. Yəni, qalsınmı? Başqa var mı sualınız?
Belə, sağ olun, məni üzrlə hesab edin. Bu günlük gecəniz xeyrə qalsın.